Baxın, Nabran boşdur. Bilirsin niyə boşdur? Ona ki, bəzi insanların nəfsi tox olmur. Bir dənə obyekt açmaq istəyirlər. Nəsə dəniz qırağında açmaq istəyirlər. Bir dənə belə stol qoyurlar stulla. Gəlirlər, qaça-qaça. Hamısı gəlir. Ver. Bir dənə vergi var. Başa düşdük. Dövlətə sən ödəyirsən vergi. Siz nə düşmüsünüz Nabranın canına? Cəmaatın qanı içirsiniz. Əl çəkəndə Nabrandan. Bezmişik sizinə. Bir dənə obyekt sizin əlindən işləyə bilmir ki, normal. Ver. Tox olmurlar. Siz haçan tox olacaqsınız? Haçan əl çəkəcəksiniz cəmaatdan? Verin cəmaat bir dənə manat qazansınlar. Halal qazanmaq vermirsiniz. Düşmüş hamısı gedir. Ay Səbinə xanım, hamısı gəlirlər. Hamısı gəlir. Daha gəlməyən yoxdur. Hamısı da pul istəyir. Belə də yoxdur. Bunu Bakı görmür. Bu rayonda nə baş verir? Rüşvətin içində qalmışıq biz Nabran. Rüşvət istəyirlər, pul ver. Sezon başlasın. Bir günəş, sizin əlindən günəş də çıxmır. Ancaq yağışlar yağır. Ağlayır hava. Verin imkan günəş çıxsın. Biraz nəsə eləsinlər, təmizlik işlər görsünlər. Bir dənə obyekt açmaq imkan vermirsiniz. Ancaq ver. O siz ver deyən dil var, dil. O dil qurusun. Amin ya Allah.